Herkese salam dostlar. Dostlar, bu günlerim size Stoger firmasının M3500 Max 7 V2 modeli ilə tanış eləmək istəyirəm. Announcing the new Stoger M3500. The latest addition to Stoger's line of affordable quality shotguns for hunters and shooters. The M3500 easily handles a full range of loads, from 2 3/4 up to the potent 3.5-inch Magnum without adjustment. At the heart of the Stoger M3500 is the proven inertia-driven operating system. Simple and efficient with only 3 moving parts in the bolt for lightning-fast, reliable operation. The M3500 comes with a choice of 24, 26, or 28-inch barrels, each fitted with a ventilated stepped rib and fiber optic front sight. All M3500s come standard with a threaded steel recoil reducer contained in the buttstock, as well as a shim kit to ensure a perfect fit. As an optional accessory, Stoger offers an easy-to-install steady grip stock. This vertical one-hand controlled pistol grip stock allows you to maintain a comfortable, rock-solid grip for rifle-like accuracy. The receiver is drilled and tapped to accommodate the included Weaver 93 base. The M3500 is available in 3 finishes: matte black synthetic, Realtree APG, or Advantage Max 4 HD. The new Stoger... Yeni aldığım ov tüfəngidir. Çantada gəlir, belə gözəl bir plastik çantada gəlir silahımız. İçində çox ətraflı şəkildə bir də kullanma kılavuzu, türklər demişəm. Yəni özdə o biri silahlar kimi ingilis dilində falan yazmırlar ha. Ancaq türk dilincə. 2 il rəsmi Stoger firmasının garanti belgəsi və çox ətraflı şəkildə tüfəng hansı patrona rahat atır, neçə dənə tutur, neçə millimetrdir, hamısı ətraflı şəkildə burada qeyd olunubdur. Silahımızın lülə uzunluğu dostlar 76 santimetrdir və gördüyünüz kimi belə gözəl, ağır və çox qalın bir stenkaya malik olan lülə stenkası var da. Materialı çox keyfiyyətlidir bu lülənin. Çox hündür bir, böyük bir fiber optik arpacığı və hündür bir lentası var da. Üzərində nişan alma lenti hündürdür. Bu hissəsi 1 santimetrdir. Get-gedə 6 millimetrə qədər enir düz aşağıya. Bu da gözünüzə qaldırdığınız zaman çox qəşəng bir görsel verir də sizə və ensiz lentadır. Başlı arpacıqla eyni enliliyindədir lenta. İnersionlu sistemdir silahımız. Danışacağım indi. Lülədən daha ətraflı danışım biraz sizə. Lülənin patron yatağı dostlar 89 millimetrdir, 3 inç yarım. Uzunluğu da 30 inçdir. 76 santimetrdə lülə uzunluğudur. 89 millimetr nədir dostlar? Yəni super magnumdur da. Bu super magnum patronları var. 66 qram və belə bu bir belə olur. 9 sant uzunluğunda patronları rahatçılıqla bu silahla istifadə edə bilərsiniz. Və keçək silahımızı qurmağa dostlar. Gördüyünüz kimi plastik qundaq, plastik əl qundağı ilə təchiz olunub. Max 7 kamuflajdır. Max 7'nin Max 5'dən fərqi nədir dostlar? Max 7 biraz cızılmağa daha davamlı sayılır da. Bunun icra yayı əl qundağının içərisindədir. Qazatvod deyil lan mexanizma. Sadəcə bunun icra yayı qundaqdan deyil. Əl tutacağın içərisindədir. Dönər başlıqlı bir mexanizması var gördüyünüz kimi. Və böyük bir zatvur geri çəkmə mexanizması var. Böyük bir bu mexanizmanı düşürtmə knopkası var, düyməsi var gördüyünüz kimi. Hamısı sportif düzəldilibdir də. Quruluşu da dostlar necədir? Çox rahatçılıqla. İlk öncə bala qundağı taxırıq lüləyə bu şəkildə. Və ikisini bir yerdə taxırıq silahın üzərinə. Bax gördüyünüz kimi bu qaydada. 39 yerinə yüngül hərəkət elətdirirsiniz. Bu hissəsi oturur. Yüngül hərəkət elətdirirsiniz və rahat şəkildə oturur yerinə. Və dostlar bu qayqa hissə bağlanır bura
Və digər silahlar kimi bu da 40-50 rezba deyil. Uzağı 3-4 dəfə fırladırsınız və ondan sonra bağlanır. Silahımız ağırdır. Təxmini 3 kilo yarım çəkisi var dostlar. Silahın 3 kilo yarım çəkisi var. Və qutusundan 300 qram ağırlığında, 288 qram ağırlığında belə bu boyda bir belə qalın metal quruz çıxır. Qundağın içinə bağlanan. Mən onu bağlamışam qundağın içinə. O da silahın balansı üçündür. Görürsünüz, silahın balansı bir dəqiqə hal-hazırda necə sabitdir də. Bu quruz olmayan da lülə çox ağırdır da, silahın balansını pozur. Və o quruzu taxdıqdan sonra fikirləşərsiniz ki, daha ağır olar. Sizi inandırım ki, quruz taxılmamış daha ağır gəlir də adama. Çünki əlinizə alırsınız, lülə basır da, daha ağır gəlir sizə. Hal-hazırda bu balans quruzu taxılandan sonra çox rahat olubdur da silah. Bunu mexanizması dediyim kimi, patron yuvası çox geniş, patron qoyulan yeri çox geniş. Bu silah 89 mm patronlar üçün nəzərdə tutulduğuna görə, onun üçün yəni hər bir şeyi, yuvaları geniş nəzərdə tutulubdur da. Hətta mexanizmanı düşürdən knopka da çox böyükdür. Rahat vurursan mexanizma düşür, ondan sonra alt qaşığı açılır, ondan sonra patron daxil edə bilirsiniz. 70 mm-lik normal patrondan mağazinin içinə 5 dənəsi gedir. 76 mm magnum patrondan mağazinə 4 dənəsi gedir. 89 mm super magnum patrondan isə mağazinin içinə 3 dənəsi gedir dostlar. Belə deyim də, normal 70 mm patrondan istifadə edəndə 5+1 6 da tuta bilirsiniz. Magnum 76 mm patrondan istifadə edəndə dostlar, deməli 4+1 5-dən atırsınız. Yəni bu silahlar Magnum sinifinə aid olduğuna görə elə nəzərdə tutulubdur da. Başqa qundaq hissəsi yumşaq rezindən təpbənin qarşısını almaq üçün. Hə dostlar, kitabında qeyd olunan deyirəm, o quruz var ha. Həm balansı üçündür, həm də ki silahın geri təppəsini azaltmaq üçün nəzərdə tutulubdur. Bu silahlar yəni qazatvod mexanizmi olmadığına görə geri təppə ilə zaraj olunan silahlardır da, özün qurur. Yenidən özün geri təppə ilə qurur. Başqa, deməli, dediyim kimi, dönər başlıqlı mexanizmadır. Beretta'nın holdinginin elə bir nəzarəti altında istehsal olunur da. Türkiyə istehsalıdır. Stoger firmasının M3500 Super Magnum dediyim kimi modelidir. Və Türkiyənin 7 bir model silahıdır ki, Avropa ölkələrinə özün doğruldubdur da, yəni Avropada sevilən bir silahdır. Başqa kutu içərisindən şaybaları çıxır, qundağın aşağı yuxarıya tənzimləmək üçün şaybaları çıxır üçədə. Dediyim kimi quruzu çıxır, həmin o 300 qramlıq quruz və içərisindən 5 ədəd şoku çıxır. Bir ədəd hindi şoku deyirlər. Belə bir şokdur. Bundan xaricdə zadda hündüşka ovuna gedirlər də. Hündüşkanı baş hissəsindən atmaq üçündür. Deyilənə görə də. Bunu testləri, bu silahın testlərin videosunu sabahlarım paylaşacağım dostlar. Atış test videoları gələcəkdir. Kim qaçırmaq istəmirsə, qrupman testi, pulya ilə atış testi də hər bir testlərin eləyəcəyi sabahlarım. Kim qaçırmaq istəmirsə, həmin videonu kanala abunə olsun, videoları bəyənsin, bizi izləmədə qalın ki, digər videonu qaçırtmayın. Çünki Stoger M3500 yazırsan, ancaq xaricilərin videoları çıxır internetdə. Nə türklərin yoxdur, nə Azərbaycanlıların çəkdiyi bir video yoxdur. Mən də istədim ki, belə bir video çəkim ki, almaq istəyənlərə mən həqiqətən bu silahı məsləhət görürəm də. Dediyim kimi, üzərindən bir dənə hindi şok çıxır, belə. Bu şokun daralması 16.6 mm-ə qədər daralır. Çıxışı 16.6 mm-ə qədər. Hətta öz üstündə olan bir nömrə şokundan belə 1 mm daha dardır. Şokun çıxışı. 16 kalibr ov tüfənginin lüləsi darlığında sizə. Bu tüfəng əsasən hündür uçan köç ovları üçün nəzərdə tutulubdur da. Qaz, ördək, hündür atışlar üçün, uzaq atışlar üçün nəzərdə tutulubdur.
Üzərindən bir ədəd 1 nömrə şoku, bir ədəd 3 nömrə şoku, bir ədəd 5 nömrə şoku və öz şokları belə balacadır. 5 santlıq şoklardır dostlar. Gördüyünüz kimi üzərində də ulduzla qeyd olunur Stoger firmasının olduğu. Bir ədəd 1 nömrə, 3 nömrə, 4 nömrə və 5 nömrə şoku çıxır içərisindən. 2 nömrə şok olmur üzərində. Bu da 2 nömrə şoku əvəz edici kimi qoyulubdur. Hindi şoku gedir bu da dediyim kimi. Bunu da sabahlarım qrupman testi şəklində çəkəcəm. Hamısı ilə eyni nömrə qırmalardan istifadə edib atacağım dostlar. Kimə maraqlıdırsa izləmədə qalsın. Askı qayış aparatları var burada gördüyünüz kimi. Remen taxmaq üçün aparatlardır belə. Rahat asmaq üçün. Dediyim kimi yenə Max 7 V2 nədir? Versiya 2, ikinci versiyadır da bir güncəllənmiş versiyasıdır. Stoger M3500'ün digər versiyasında bu da balacadır, bu da balacadır. Və Max 5 variantıdır. Bunda isə biraz güncəlləyiblər. Max 7 variantı həm cızılmağa davamlı, udara davamlı, biraz həm plastikin keyfiyyətini artırıblar dediklərinə görə. Burada gördüyünüz kimi perdaxan telidir, çox böyük, o da perdaxan telində çox böyükdür. Geri qaldıranda atmır, təlirsiz və tetibassız atılır. Patron dediyim kimi düşürtmə budur, boşaltma da, sürətli boşaltma da verir sizə. Deyək ki, çəkdiniz zatvoru geriyə, bir ədəd patron atdınız lülənin içinə, bastınız, getdi bu ədəd lülənin içərisinə. Mütləq bir şey yaddan çıxartmayın ki, lülədə patron olduğu müddətcə, əgər mağazini doldurursunuzsa, perdaxan teli pastayanını bağlı saxlayın ki, ateş açılar birdən, yəni lazımsız bir şey olar da, xoşa gəlməz bir hadisə olar. Ondan sonra patronu bastınız 5 dənə də mağazinə və dostlar, ateş açmadınız əgər, silahı boşaltmaq istəyirsiniz, nə edirsiniz? Sadəcə zatvoru çəksiniz geriyə, lülədəki atıldı və qaşığı basılı saxlayırsınız əlinizlə. Ondan sonra bu biri mexanizmanı basırsınız və sürətli dolum boşaltmaq üçün də sürətli boşaldırma verir sizə və patronun hamısını boşaldır birdən yerə. Və mağazinin boş olduğunu göstərən belə narıncı rəngdə bir dənə aparat var. Yəni mağazində patron olmayan deyil, sadəcə baxsın narıncını gördünüzsə mağazin boşdur. Yenə dediyim kimi tüfəngimiz biraz ağır tüfəngdir. Üzərində də gördüyünüz kimi şurup yerləri var. Reis bağlamaq üçün də red dot, lazer, kollimator bağlamaq üçün reis bağlamalısınız. Onu da nəzərə alıblar. Gördüyünüz kimi reis bağlamaq üçün şurup yerləri qoyublar. İstədiyiniz vaxt açıb bağlaya bilərsiniz. Hə dostlar, tüfəngimizdən danışdıq. Tüfəngimiz budur. Kim əldə etmək istəyirsə səhifədəki nömrə ilə əlaqə saxlasın. Mağazimizə yaxınlaşaraq gözəl silahlardan əldə edə bilərsiniz. Və dediyim kimi test videosu sabahlarım gələcəkdir. Kim istəyərsə izləmədə qalsın və takip atıb bəyənməyi yaddan çıxartmayın dostlar.